Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 24 may tarixində düşmüş 36-cı sualın izahına baxacağıq. Gəlin vaxt itirmədən suala baxaq. Xəritə sistemində hərflərlə göstərilmiş ölkələrin əhalisinə aid olan ümumi xüsusiyyətləri müəyyən edin. Baxın, A-da Amerika, B-də Fransa, C-də isə Avstraliya. Gəlin buna uyğunları seçək. Təbii artıq birinci tipi xarakteristik bəli doğrudur. Biri götürəcəyik. Bir aid olacaq. Daha sonra əhalinin yaş tərkibli uşaqların sayı daha çoxdur. Xeyr, inkişaf etmiş ölkələrdə əhalinin tərkibində əsasən orta yaşlı və yaşlı insanlar təşkil edir. Ona görə 2 olmaz. İqtisadi fəal əhalinin əsas hissəsi kənd təsərrüfatında çalışır. Xeyr, inkişaf etmiş ölkələrdə əhali əsasən xidmət sahələrində çalışır. Ona görə 3 də götürmürük. Daha sonra əsas emiqrasiya mərkəzləridir. Xeyr, emiqrasiya deyil, əsas miqrasiya mərkəzləridir. Ona görə 4-ü götürmürük. Urbanizasiya səviyyəsi yüksəkdir. Bəli, inkişaf etmiş ölkələrdə urbanizasiya səviyyəsi yüksəkdir. 5-i götürürük. Daha sonra əhalinin əsas hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. Bəli, bu tamamilə doğrudur. Ona görə də 6-nı götürdük. Düzgün cavabımız 1, 5, 6 C bəndi.